Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika fənni test toplusundan artıq növbəti mövzu çevrə üzrə bərabər sürətli hərəkət testlərinə baxacağıq. Bildiyiniz kimi digər bundan öncəki mövzu sınaq testlər hamısı paylaşılıb. Onları da istəsəniz izləyə bilirsiniz və hal-hazırda biz artıq çevrə dərsindəyik. Bugünkü mövzumuz dövrətmə periodu, dövrətmə tezliyi və bucaq sürəti anlayışlarını daha dərindən anlayıb testlərini işləyəcəyik. İlk 30 testinə baxaq. 1. Maddi nöqtənin çevrə üzrə dövrətmə periodu 5 dəfə azaldıqda dövrətmə tezliyi necə dəyişər? Bilirik ki, dövrətmə tezliyinin düsturu nədir? N bərabərdir 1 bölünsün period. Yəni, tezliklə period həmişə əks olacaq. Yəni, tərs mütənasib asılıdırlar. 1 bölünsün T 5 dəfə azalıbsa, o zaman dövrətmə periodu əksinə 5 dəfə artmış olacaq. 2. Maddi nöqtənin çevrə üzrə dövrətmə tezliyini 2 dəfə azaltdıqda dövrətmə periodu necə dəyişər? Dedik ki, bir-biri ilə tərs mütənasib asılı olduğuna görə, əgər 2 dəfə azalıbsa, ona görə 2 dəfə artacaq. Yəni, B variantı. 3. Cisim 1 dəqiqədə 20 dövr edir. Yazırıq. Dövrləri necə qeyd eləyəcək? N bərabərdir 20 dövr. Bu şəkildə qeyd olunur. Və 1 dəqiqə bizə deyir, T bərabərdir. Yazırıq 1 dəqiqə. Onu da mütləq saniyəyə çevirməyə. Çünki BC-də əsas vahid saniyədir. Həmçinin baxsanız görərsiniz ki, cavablar bizdə saniyə ilə verilib. Ona görə yazırıq 60 saniyə. Və bizə deyir ki, dövrətmə periodunu hesablayın. Dövrətmə periodunun düsturunu tez xatırlamağa çalışırıq ki, T bərabərdir. Balaca T bölünsün N. Burada həm tezliyin, həmçinin də periodun düsturları olur və onları səhv salmamaq üçün diqqət eləməli olduğunuz, baxın, əgər T-ni bizdə yazmışıqsa, baxın, burada yazaq da, bu şəkildə. Əgər T bərabərdir, periodu bizdən soruşursa, T bərabərdir, mütləq şəkildə T bölünsün N. Yəni, T-lərin ikisi də yuxarıdadır. Burada isə N, yəni tezliyi bizdən soruşur deyə, N-lərin ikisi də yuxarıdadır. Və biz bilirik ki, periodla tezlik tərs mütənasib asılı olduğuna görə siz bu şəkildə yadda saxlaya bilərsiniz ki, bir dənə T bərabərdir period, T bölünsün N-i yadda saxlayırsınız, tezlik isə onun əksinə olacaq. Yəni, altdakı N bölünsün T. Bu şəkildə olacaq. Yazdıq T bərabərdir, T bölünsün N. O da bərabərdir. T-ni yerinə yazacağıq. T nəyə bərabər idi? 60, yəni saniyəyə çevirmişdik. 60 bölünsün, N neçədir? 20 dövr. 20. O da bərabərdir. Bunu buradan sileyim. 60 bölünsün 20 bərabərdir 3 saniyə. Cavab olur Y variantı. 4. Cisim 2 dəqiqədə 30 dövr etmişdir. Dövr etmə tezliyini hesablayın. İndi isə tezliyin düsturunu xatırlayırıq. Tezliyin düsturu nəyə bərabər idi? N bölünsün T. N nəyə bərabərdir? Baxırıq. 30 dövr. 2 dəqiqə. Zaman da 2 dəqiqəyə bərabərdir. 1 dəqiqəmiz 60 saniyədir. Yazırıq 1 dəqiqə. Bu bizə bu misallarda çox lazım olacaq. 2 dəqiqəmiz vururuq 2-yə 120 saniyədir. Yazırıq 120 saniyə. O da ixtisar gedəndə 4də 1. 4də 1 də bərabərdir 0,25 saniyə üstü mənfi 1. Bilirik ki, tezliyin vahidi saniyə üstü mənfi 1, yəni hertzdir. Cavab C variantı. 5. 20 dəqiqə ərzində saatın saniyə əqrəbi neçə dövr edir? Biz bilməliyik ki, 1 dəqiqə ərzində saatın saniyə əqrəbi neçə dənə dövr edəcək? Baxın, 1 saat getirək. Burada çəkirəm elə bir dənə saat. Məsəl üçün, buraya yazıram 12, 3, 6, 9 saata oxşadaq. Aha. 20 dəqiqə ərzində 1 dəqiqə olması üçün saat belə fırlanır, düzdür? Və 1 dəqiqə olur. O 1 dəqiqə ərzində tam bir dövr eləyir, düzdür? 1 dəqiqə ərzində, yazıram, 1 dəqiqədə 1 dövr eləyir. Bizdən isə soruşur ki, 20 dəqiqədə, baxın, məsələn, saniyə gəlir 1 saniyə, 2 saniyə, 3 saniyə, 5 saniyə, 10 saniyə, 20 saniyə gəlir, burada olur 60 saniyə. 60 saniyədə 1 dəqiqədir. 60 saniyədə 1 dəqiqədirsə və 1 dəqiqə 1 dövrdürsə, biz ona görə bilə bilərik ki, 20 dəqiqə
Burada yazsaq 20 dəqiqə, onda neçə dövr olacaq? Elə 20 dövr olacaq. Aydın oldu. Cavab olur A variantı. 6. 5 saat ərzində saatın dəqiqə əqrəbi neçə dövr edir? Eyni şəkildə dəqiqə əqrəbini bizdən soruşur. Saata baxırıq. Burada saatı çəkirəm. Saata baxırıq. 3, 6, 9. Aha. Bizdən dəqiqə əqrəbini soruşur. Baxın. 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə, 40 dəqiqə, 50 dəqiqə və gəlir 1 saat olur. Düzdür? Deməli 1 saat olması üçün dəqiqə əqrəbi 1 dövr edir. Yazırıq 1 dövr edir. Bizdən isə 5 saata soruşur neçə dövr eləyər? Yazırıq 5 dövr edər. Cavab olur D variantı. 7. 2 sutka ərzində saatın saat əqrəbi neçə dövr edir? Aha, bizdən bu dəfə fərqli olaraq sutka, yəni sutka da gün deməkdir. 2 gün ərzində, yəni neçə dövr etdiyini soruşur. Bir gündə bir dənə 12 olur, gündüz olur, bir də 12 gecə olur da, düzdür? Yəni necə? Gecə gündüz deməyək də onu bu şəkildə 12, 3, 6, 9 yazıram. Baxın, buradan saat başladı, gəldi, bir dənə dövr elədi. Səhər hələ bu 12-dir. Axı bir sutka 24 saatdan ibarətdir, düzdür? Ona görə təzədən bir dənə də gedir, 2 dənə dövr elir. Deməli, 2 dövrümüz, bir sutkamız 2 dövrə bərabərdir. Birində 12 saatdır, ikincidə 12-24, təzədən 12 saatdır. Bizdən soruşur ki, 2 sutkada. 2 sutkada nə qədər olacaq? Vururuq 2-yə, eləyir 4 dövr. Cavab olur Y variantı. 8. Saatın dəqiqə əqrəbinin dövr etmə periodu saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Aha, biz bilirik ki, 1 dəqiqə neçə saniyədir? 60 saniyə. Baxırıq, bizdən nə soruşur? Dəqiqə əqrəbinin dövr etmə periodu saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Deməli, 1 dəqiqəmiz 60 saniyədirsə, demək ki, 60 dəfə çox olacaq. Çünki 1 saniyə fırlanana qədər dəqiqə onu fırlanmaq üçün 60 dəfə fırlanmalıdır. 9. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti, yazırıq bucaq sürəti nəyə ifadə olunur? Omega. Omega bərabərdir 12 radian böl saniyə. Dövr etmə periodunu hesablayın. T bərabərdir sual. Omeganın düsturlarını burada yazırıq. Omega bərabərdir 2 pi böl T. Gəlin başdan yazaq bunu. Fi böl T. Fi böl T'yə bərabərdir. Fi nəyə bərabərdir? 2 pi böl T. O da 2 pi n. 3 dənə əsas düsturu. İndi biz buradan periodu tapmalıyıq. T nəyə bərabərdir? T bərabərdir 2 pi bölünsün omega. O da bərabərdir 2 pi. 2-ni vuracağıq 3-ə. Pi-nin qiymətini bizə həmişə testlərdə verir. Omega neçədir? 12. O da eləyir 1 böl 2, yəni 6. 6-nı da bölürük 12-yə, eləyir 2-də 1. Cavab olur 0,5 saniyə. B variantı. 10. Saatın saat əqrəbinin dövr etmə periodu saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Baxın, bu test 8-ci testə bənzəyə bilər, amma fərq odur ki, birində saatdır, birində ikisi sonunda saniyəni soruşur, amma biri dəqiqənin arasındakı fərqi soruşur, biri isə saat arasındakı fərqi soruşur. Biz ona görə bilməliyik ki, 1 saat neçə dəqiqə dövr eləyəcək. Məsəl üçün, biz onu bilməliyik ki, 1 dəqiqə, bayaqları yazdıq, 1 dəqiqə 60 saniyədir. Bu əla. Biz bunu tapsaq, bu 8-ci sualın cavabıdır. Bizdən isə hal-hazırda soruşur ki, saat. Onun üçün də bilməliyik ki, 1 saat neçə dəqiqədir? Bəs 1 saat, o da bərabərdir 60 dəqiqə. Aha. Biz indi bir dövrün dedik ki, sutkanın saatların tam fırlanması üçün
necə olmalıdır? 12 saat olmalıdır. Doğrudur. 12 saat da olması üçün 12-ni vuracağıq 60-a, eləyəcək 720. Yəni bir dövr vuranda 12-yə qədər gələndə o bir dövrü 12 saat eləyir. 12 saatı da saniyəyə çevirmək üçün demişdik ki, 1 saatımız 60 dəqiqədir. Onu da vuranda eləyəcək 12 vurulsun 60 eləyir 720. Cavab D variantı. 11. Dövrətmə tezliyini təyin etmək üçün hansı cihazdan istifadə olunur? Dövrətmə tezliyi n bərabərdir 1 bölü t. T, yəni bizə period verdiyi üçün saniyə ölçənlə hesablanır. Bucaq sürətini təyin etmək üçün hansı cihazdan istifadə olunur? Məsəl üçün 2 pi bölü t yazsaq, bilirik ki, pi-ni saymırıq. T həmçinin period olduğuna görə o da saniyə ölçənlə ölçülüb. Biz bucaq sürətini hesablaya bilərik. Cavab olur D variantı. Sonra 13. Çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının zamandan asılılıq qrafiki verilmişdir. Bizdən bucaq sürətini hesablamağı soruşur. Birinci bucaq sürətinin düsturunu yazmalıyıq. Omega bərabərdir fi bölünsün t. Fi'nin qiyməti burada 20 də ola bilər, 40 da ola bilər. Əsas odur ki, siz zamanı doğru götürəsiniz. 20-yə uyğun zaman 5-dir, 40-a uyğun zaman 10-dur. Gətirib yerində yazırıq. Ya 20 böl 5 yazacağım və ya 40 böl 10. Hansını istəsəniz yaza bilərsiniz. Düz mütənasib asılılığına görə eyni şəkildə artacaq. İkisində də cavab olacaq 4 radian böl saniyə. Olur A variantı. 14. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Deməli, omeqanın t-dən asılılığı bizə verilib. Burada baxırıq ki, omega bərabərdir fi böl t. Fi-ni tapsaq nəyə bərabərdir? Omega vurulsun t-yə. Omega vurulsun t, biz bilirik ki, əgər qrafik eyni omega və t-dən asılılıq göstərilibsə, bu zaman yuxarıdan aşağı bir qırıq-qırıq xətt çəkirik və bu gördüyünüz fiqurun sahəsi həmin bizə fi-ni verəcək. Yəni, biz sahəni tapsaq, düzbucaqlı üçbucağın sahəsini tapsaq, fi-ni tapmış olacaq. Onun üçün də düzbucaqlı üçbucağın sahəsi nəyə bərabərdir? A vurulsun B-yə. Yəni, bu hissə 4-dür, bu hissə 5-dir. Bir-birinə vururuq, eləyir cavab 20. B variantı. 15. Cismin verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət zamanı bucaq sürətinin zamandan asılılıq qrafiki necə ifadə olunmuşdur? Hal-hazırda bizə bir neçə qrafik verilib, onlara uyğun biz cavabı götürməliyik. Omega bərabərdir fi bölünsün t. Amma heç vaxtda omega t-dən asılı deyil. Omega yalnız period, tezlik və dövrlərin sayından asılıdır. Hansı ki, düsturları biz yazırıq ki, 2 pi böl t və yaxud da 2 pi n və yaxud da 2 pi n böl t. Ona görə də period, tezlik və dövrlərin sayından asılıdır. Cavab olur C variantı. Zamandan asılı deyil. 16. Çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının zamandan asılılıq qrafiki göstərilmişdir. Bucaq sürətini hesablayın. Dedik ki, bucaq sürəti fi böl t-yə bərabərdir. Yəni, asılılığı düzgün götürsək 9 böl 3 və yaxud da 18 böl 6. İkisində də cavab eləyəcək 3 radian böl saniyə. Cavab olur C variantı. Növbəti. 17. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə tezliyi 12 saniyə üstü mənfi 1-dir. Bucaq sürətini hesablayın. Bucaq sürətinin düsturunu hesablayırıq. Bucaq sürətinin düsturu nə idi? Omega bərabərdir. Dövrətmə tezliyindən asılı olmalıdır deyə 2 pi n-ə bərabərdir. Gətirib yerində yazsaq, biz bərabərik qoyuruq. 2 vurulsun 3 vurulsun n-də neçədir? 12. 12 vur 6 eləyir 72 radian böl saniyə. A variantı. 18. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti 10 radian böl saniyədir. Bizdən bu zaman müddətində dönmə bucağını hesablamağı soruşur. Omega bərabərdir fi bölünsün t-yə. Bizdən də dönmə bucağını soruşur. Yəni, fi bərabərdir omega t-yə.
Omeqamız neçə idi? 10 vurulsun. T'miz neçədir? 10'da 5. O da bərabərdir. Onlar getdi, qaldı 5 radian. Cavab olur C variantı. 19. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti verilmişdir. Dövrətmə tezliyini hesablayın. Düsturunu yazırıq. Bucaq sürətinin düsturu tezliklə asılılığı necədir? 2πn. Bizdən də tezliyi soruşur. N bərabərdir. Omega böl 2π. Omega 60 bölünsün 2 vur 3. O da eləyir 6. 60 böl 6 eləyir 10 saniyə üstü mənfi 1. Cavab olur B variantı. 20. Çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorun tez zaman ərzində dönmə bucağı 15 radian olmuşdur. Bucaq sürətini hesablayın. Standart bildiyimiz düstur. Omeqanı yaxşı yazaq. Fi böl T. Fi'miz neçədir? 15. Zamanımız 3. O da eləyir 5 radian böl saniyə. D variantı. 21. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürətini hansı ifadə ilə təyin olunur? Xətti sürət dərsini oxumusunuzsa oradan bilirsiniz ki, xətti sürətin omega ilə asılılıq düsturu V bərabərdir, omega R'dir. Oradan bizdən omeganı soruşursa yazacaq omega bərabərdir V bölünsün R. Yəni A variantı. 22. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə tezliyi hansı ifadə ilə təyin olunur? Periodun tərs qiyməti olduğuna görə cavab olur Y variantı. N bərabərdir 1 böl T. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə periodunun düsturu eyni şəkildə tezliklə də tərs asılı olduğuna görə D variantı. Bucaq sürətinin vahidi hansıdır? Bayaqlarda qeyd elədik. Düsturumuz necə idi? Omega bərabərdir fi böl T. Fi radiandır. Zaman saniyədir. Radian böl saniyə. Cavab edir B variantı. 25. Dövrətmə periodunun vahidi hansıdır? Periodun vahidi saniyədir. T bərabərdir saniyə. 1 saniyə. Dövrətmə tezliyin vahidi nəyə bərabərdir? N bərabərdir 1 saniyə üstü mənfi 1. Yəni Y variantı. 27. Ədədi qiymətcə vahid zamanda dövrlərin sayına bərabər olan kəmiyyət necə adlanır? Deməli, N, yəni tezlik bərabərdir. N bölünsün T. Bu düsturu bilirik, doğrudur. Baxın, indi isə bunu oxumağa çalışırıq. Ədədi qiymətcə vahid zamanda, yəni T1 olanda dövrlərin sayına, yəni N bərabər olacaq N-ə. Düzdür, əgər T bərabərdir 1 olarsa. Dövrlərin sayına bərabər olan kəmiyyət hansıdır? Baxdıq ki, tezlikdir. Y variantı. Ədədi qiymətcə vahid zamanda radius vektorun dönmə bucağına bərabər olan kəmiyyət necə adlanır? İndi isə yazırıq məsələn omeqanı. Fi böl T-yə. Əgər biz T-yə 1 versək, 1 saniyə versək, yəni o zaman omega nəyə bərabər olacaq? Fi-yə bərabər olacaq. Onda buradan aydın olur ki, hansı kəmiyyət omega, yəni radius vektorun dönmə bucağına bərabər oldu? Omega, yəni bucaq sürəti. Cavab olur D variantı. 29. Çevrə üzrə bərabər sürətli hərəkətdə tam bir dövrə sərf olunan zamana period deyilir. Bunu qayda olaraq bilirik. Yerin öz oxu ətrafında fırlanma periodu saniyə əqrəbinin dövrətmə periodundan neçə dəfə çoxdur? Yerin öz oxu ətrafında fırlanma periodu saatın saniyə əqrəbinin dövrətmə periodundan neçə dəfə çoxdur? Biz burada birinci bilməliyik ki, yerin öz oxu ətrafında fırlanma periodu nə qədərdir? Bir dövr, yəni bir gün, bir sutkadır. Yəni bir sutkada nə qədərdir? 24 saatdır. Yerin öz oxu ətrafında tam bir dövrü 24 saatdır. Burası aydın. Sonra saatın saniyə əqrəbinin dövr etmə periodu 1 saniyə belə saatda fırlananda gəlir nə qədər olur? 1 dəqiqə olur. Bu da olur 1 dəqiqə. Deməli, biri 24 saatdır, biri 1 dəqiqədir. Bunları eyni bir dəqiqəyə məsəl üçün gətirsəm, 24'ü vuracam. 1 saatımız neçə dəqiqədir? 60 dəqiqədir. Vururam, eləyir 1440.
1440 dəqiqə. Deməli, yerin öz oxu ətrafında fırlanma periyodu saniyə əqrəbinin dövr etmə periyodundan 1400 nisbət tapsam, 1440 böl 1 bərabərdir 1440. Yəni 1440 dəfə çox olacaq. Cavab olur Y variantı. Bugünlük bu qədər. Biz indi 30 testimizə baxdıq. Növbəti videomuzda 30-dan 60-a qədər testlərimizi həll edəcəyik. Əgər bu testlər, izahlar, mövzu izahları sizin üçün yararlıdırsa, həm Instagram səhifəmizi, həmçinin də YouTube kanalımızı izləyə bilərsiniz. Instagram səhifəmiz Nargiz _fizika. Bu şəkildədir. Instagram səhifəmizə də həmçinin bir çox maraqlı, sizin üçün və yararlı dərslər və həmçinin də postlar olur. Onlardan da yararlana bilərsiniz. Əgər dərslərimiz sizin üçün yararlıdırsa, dostlarınızla bölüşməyi, həmçinin də videomuzu izləyib like qoymağı unutmayın. Hələlik!